Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatalada baş verən yol qəzasında bir nəfər məktəb direktoru hadisə yerində ölüb, daha 5 nəfər xəsarət alıb. Xəbər verilir ki, hadisə Zaqatala Muğanlı yolunun Aşağı Tala kəndi arasında keçən hissəsində qeydə alınıb. Muğanlı kənd sakini Elvin İsmailoğlu Qurbanov idarə etdiyi VAZ 21011 markalı minik avtomobili ilə Faldar kənd sakininin idarə etdiyi Mercedes C200 markalı avtomobil toqquşub. VAZ 2101 markalı avtomobildə olan sərnişin sürücünün əmisi 54 yaşlı Ülfət İsrafiloğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. O, məktəb direktoru imiş. Ülfət Qurbanov meyidi yanğın söndürən xilasedicilər tərəfindən qəza xilas etmə alət və avadanlıqlarından istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Meymanoğlu Qurbanlı, Mercedes markalı avtomobilin sürücüsü, onun sərnişini olan Faldar kənd sakini 50 yaşlı Natıfan Rəsul qızı Yusufova və daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasının cərrahiyyə korpusuna yerləşdiriliblər. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin elan qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb araşdırma aparılır.